Bir çox qadınlar və qızlar açıq-saçıq geyinirlər. Adını da qoyurlar ki, əxlaq geyimlə ölçülmür. Biz müasirik, ona görə belə geyinirik. Geyim əxlaqla birincisi ölçülmürsə, onda niyə ta şəhərə çılpaq çıxmısınız? Onda çıxın da deyin ki, mən əxlaqlıyam, geyim də əxlaqla ölçülmür. İkincisi deyirlər müasirik. Nədir? Siz köbəyinizi açmayanda, sinənizi, başınızı, kürəyinizi açmayanda, mini yubka geyinməyəndə müasir olmaq olmur. Məyər müasirlik geyimlə ölçülür? Yəni o qapalı deyəndə kim deyir ki, çadraya bürünün? Bəziləri deyir ki, nədir biz ərəb ölkəsiyik? Yox, Afrika tayfasıyıq. Soyunub çöldə qoymalıyıq hər şeyimizi. Yəni o futbolka geyinin belə qolu burdan, köbək, kürək açıq olmasın, sinə açıq olmasın, yubqanızı biraz dizdən aşağı eləyin, dar lasinlər, masinlər geyinməyin. Elə giyinəndə müasir olmaq olmur. Qəşəng özünüzə fikir verin, aksesuarlar taxın, rəhbərə geyindiyiniz paltara uyğun. Müasirlik odur. Yoxsa özünü çöldə qoymaq müasirlik deyil, pozğunluqdur. Adını qoyurlar ki, biz müasirik, ona görə belə geyinirik. Bəziləri də hələ söylüyor ki, o qədər qapalı giyinənlər var ki, 1000 dənə hoqqadan çıxır. Onlardan sizin nəyiniz artıqdır? Onlar pula görə gedib o yola düşürlər. Düzdür, onları mən dəstəkləmirəm. Hansısa kişinin qabağında pula görə soyunuyorlar. Siz isə onlardan betər, siz isə pulsuz soyunsunuz milyon dənə kişinin qarşısında. Sizi pulsuz görür. Sizin ondan nə fərqiniz? Siz hələ ondan da aşağısınız. Adını qoyurlar müasirlik, geyim əxlaqla ölçülmür, filan beş məkan. Lasini giyinirlər, çıxırlar şəhərə, bütün diviziyaya dayanır. Yəni o lasini giyinsin, üstündən də bir kurtka giyinin, ya bir uzun şey giyinin, güya ki şeydir. Bunlar rahatdır, nə bilim nə azadlıqdır. Belə azadlıq olub, pozğunluqla bir çox azadlığı səhv salır. Azadlıqdır, nə bilim sərbəstəm onda. Yəni bütün bədən görsənir də o lasində. Yəni bu çıxdığı evdə bunun yəsi yoxdurmu, qardaşı, bacısı, nə bilim dədəsi zat yoxdurmu ki, desin bala, bu nə geyimdir? O dədəsi 5 dənə kişinin yanına çıxmırmı? Demirlərmi ki, belə deyək, sənin qızın belə giyindi. O qardaşı 3 dənə oğlanın yanında oturmurmu ki, demirlər ki, bunun bacısı belə giyindi. Elə onda yəqin oturduğu insanlar da onun səviyyəsindədir də. Bu nədir? Bu birincisi Allah belə şeyi haram buyurubdur. İkincisi bu nədir? Bəziləri söylüyor, ərəb ölkəsi biz çadraya gedək, nə bilim çadıra taxaq və yaxud nə bilim qapalı şey deyək. Kim deyir çadraya gedin? Biz bəli ərəb ölkəsi deyilik, Afrika tayfası deyilik ki soyunaq. Normal giyinin, yəni buradan şey olsun və yaxud buradan belə olsun, ta bütün sinə, baş çöldə olmasın. Adını qoyurlar müasirlik. Vallahi hayıfdır. Şəhərə çıxmaq olmur. Bir çoxları burnu kəsik, əllərində belə caynaq, nə bilim dodaq şişmə, özlərində çölə qoyurlar. Hələ bəziləri də var ki, nakolkanı vurdururlar düz qıçalarının müəyyən yerinə kimi, mini yubqanı da giyinirlər. Vallahi adam baxır, iyrənir. Yəni bu nədir? Belə müasirlik olar, adını qoyurlar. Müasirlik altda 1000 dənə hoqqadan çıxırlar. Elə hoqqadan çıxan sizsiz ki, özünüzü çölə qoyub müştəri axtarsınız sanki. Yəni olmaz belə. Valla uşaq baxır, böyük baxır, kiçik baxır, ayıbdır. Adını qoyurlar müasir. Güya ki örtülü giyinəndə müasir olmağı. Kim deyir ki çadraya bürünün? Çadraya bürünün normal bir geyinin. Müasir olmaq istəyirsə yaxşı aksesuarlar taxın, yaxşı belə deyərdim paltara uyğun geyimlər geyinin, yəni aksesuarlar paltara uyğun edin. Belə müasiri yoxsa özünü çöldə qoymaqla valla o pozğun qadına heç də seçilmirsiniz. Onlar pula görə soyunur. Siz isə pulsuz soyunursunuz. Özünüzü göstərsiniz. Qadın yoldan ötən üçün şey eləməz, soyunmaz, yoldaşı üçün soyunar. Amma adını qoyurlar müasirlik. Hətta bir çoxunun bəli, başa düşdük ki, bir çoxunun boşanıblar və yaxud nədir, əri yoxdur. Və o ataları olanlar, qardaşları olanlar buna nə deyir? Amma onu da qınamıram. Ellər var ki, hələ ərləri də ola-ola elə giyinirlər. Yəni ərinin böyründə açıq-saçıq giyinir. Bunun bilmirəm, dostları zat demir ki, bu nə gündədir, bu nətər giyinibdir. Yəqin dostları da elədir. Yəni dostların da arvadları, anaları, bacıları elə giyinir ki, ona görə elə deyir, hərə öz kruqunda oturur. Yəni vallahi ayıf deyib elə.
açıq-saçıq geyinirlər. Yəni o ərli olan qadınları mən başa düşürəm. O ərləri elə açıq-saçıq geyinir, böyrünə salır, lasində aparır ora bura. Bunu utanmırmı ki, bunun qadınına bütün kişilər baxır? Niyə qadını özünü bütün kişilərə göstərməlidir? Yəni deyə bilmir ki, sən bunu örtülü giyinsən müasir olmayacaqsan. Adını qoyurlar müasirlik. Bax, hamı giyinir. İndi hamı pis yola düşsələr, pis hərəkət eləsələr, siz də eləyəcəksiniz. Birinci hamının adından danışmayın. Öz səviyyənizdə olanlar giyinir. İkincisi də ki, elə baxaq ki, hamı pis hərəkət eləyir, elə hamı eləsin. Sənin də öz ağlından olubdur. Hələ bəziləri də toylarda gəlin sinə açıq, kürək açıq, ta nə viddə sosial şəbəkələrdə görürsən. Daha hələ toyda bir 100-200 nəfər gəlinini bəydən qabaq görür, açıq-saçıq. Hələ arsız-arsız da onu çəkirlər. Plus sosial şəbəkələrdə paylaşırlar ki, mənim arvadıma toyda 100-200 kişi baxıbdı, bir milyarla da, hələ bəlkə milyardla da insan dünya üzrə, Azərbaycan üzrə bütün hamı baxsın ki, mənim arvadım açıq-saçıq giyinir. Görün nə gözəldir. Məndən qabaq siz görün. Hələ paylaşırlar. Onunla da toyda baxırıq da indi sosial şəbəkələrdə hoppanırlar, düşürlər, bütün kürəyi açıq, sinə açıq. Bu müasirlikdir. Belə gəlin olar. Elə ona görə də boşanmalar bugün belə artır. Bugün mən demirəm bütün boşanmaların hamısı qadının ucbatından olur. Yox, bugün boşanmaların 20-30% qaynənənin üzündən olsa, 20-30% belə deyək, oğlanın üzündən olsa 40-50% də qadınların üzündən. Hansı ki, ailənin qədrini bilmirlər, ailəyə dəyər vermirlər, düşünürlər ki, elə azadlıq açıq-saçıq giyinməkdədir, pozğunluqdadır, maşın sürməkdədir, caynaq qoydurmaqdadır, belə deyək də, 1000 dənə hoqqadan çıxmaqdadır. Nə bilim, axırımız hara gedir, bilmirəm. Allah özü kömək olsun. Valla biraz o kişilərə şey deyirəm ki, evinizdəkilərə biraz nəzarət edin. Pozğun böyütmüsünüz, açıq-saçıq geyindirib çölə buraxmısınız. Hayıfdır. Vallahi hayıfdır. Üzdə deməsələr də 1000 dənəsi dalınızdan söz danışır ki, bunun ərinin, qardaşının, dədəsinin qeyrətinə quzu kəsim. Ayıbdır. Ağzınıza da status düşübdür ki, bir söz düşübdür ki, insan kimin üçünsə yaşamalı deyil, insan özü üçün yaşamalı. Kimin fikri kimsə maraqlandırma. Bəli, 1000 dənə hoqqadan çıxın, açıq-saçıq giyinin, eləyin və söyləyin ki, kiminsə fikri maraqlı deyil. Niyə kimsə sizə fikir söyləməlidir? Lap siz əgər belə deyək də, indi mən demirəm bu açıq-saçıq giyinənə hamısı pis yolun yolsuz. Sadəcə niyə elə giyinirsiniz? Yəni, niyə özünüzü sinə, baş, çöldə qoyub özünüzü pis görsədirsiniz? Yəni, normal giyinsəz nə olasınız? Niyə kişilər sizə baxsınlar? Niyə qardaşınızın, ərinizin, dədənizin, nəslinizin başını aşağı salsınız? Nəslinizin yox, hələ özünə cavab deyil. Amma evinizdəkini niyə başını aşağı salsınız? Niyə baxsınız? Niyə sizə desinlər ki, nə bilim da, niyə özünüz tabilirsiniz? Yəni, biraz qapalı giyinin. Geyim əxlaq ölçüsüdür deyil, müasirlikdir deyib, açıq-saçıq geyinməyin. Nəysə, bu fikrim yəqin ki, bir çoxlarını, o kişicikləri və bir çox o açıq-saçıq giyinən qadınlara cız qoyacaq, mənlə razılaşmayacaq, bəlkə də söyüş zat da burada yazacaqlar, amma məni başa düşən qeyrətli xanımlar və bəylər başa düşəcəkdir. Nəysə, sağ olun, salamat qalın.